Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese salam. Nasılsınız? İyi misiniz? Beklenilen gün geldi çattı. Ay Allah, kamera altlığını çıxartmışam, elə bilirəm sizə səs gəlmir. Uşaqlar, mən elə bir budilnik qurmuşdum. Saat 9-da xəstəxanada olmalıyam axı. Saat 8'e 5 dəqiqə qalmış, gözümü belə açdım yerimdəcə. Elə bil ki, elə belə də olmalıymış kimi durdum. Ayrı vaxt mən durquza bilməzsiniz arası gedəndə. Həmişə gecikənəm. Nəysə, belə deyəcəm, yəni gecikəcəm. Büyük gün gəldi çatdı. Bugün əməliyyat günüdür, xəstəxana günüdür. 3-4 saatdan sonra artıq ikimiz də ayrı-ayrı bədənlərdə olacağıq. Səninlə son saatlarımızdır. 9 ay sən məni incitdin, təpiklədin, nə bilim, döydün, indi sıra məndədir. Gedirik xəstəxanaya arkadaşlar. Hər anımızı, hər saniyəmizdə birlikdə keçirdəcəyik. Şəhriyar bəy durun. Haydi, mən də getdim hazırlaşmağa. Qızlar, zarafat bir yana, axırıncı pingvin görüntülərimdir. Artıq bir daha neçə il sonra belə olaram bilmirəm. Böyük ehtimal olmayacam. Şimdi başlayırım dişlərimi fırçalamaqdan, ya Allah. Ki orada əməliyyat olanda, poz verəndə falan rahat gülə bilim. Durun. Kardeşimle görüşme vaktidir, dur. Gedirik kardeşinizi götürmeye, Dur. durun. Eçeğinlerine Aşkım, yuxudan Yine de duranda beş nə beş eynər, nə olsun olur ya. ki? Durun. Durun. Şabon xeyir, Şəhriyar əmi, nasılsın, iyi misin? Arkadaşlar, penjamalarım da quruyub, onları da götürüm. Əl-üzümü yudum. Vallahi hamıya özümkülər şey eləyirdi arkadaşlar. Mən də makyaj eləyib gedəcəm, kusura bakmayın. o əməliyyatxanada qəşəng görünməliyim video şəkillərində. Sonra Zeyt böyüyəndə deməsin, annem nə çirkiniymiş ya, deməsin belə. Nəysə, qurumuş penjamalarımı götürürəm kombin üstündən. Bunları yaparım, qoymuşum kama. Şu, bu hazır. Ay Allah, qurban sən 3 gündür bu sumkanın ağzını bağlaya bilmirəm. Kurban valla. Cale bırak bakın. Şemoşe atası şot verir. Calışın güzelliğine bak, Şemoşe. Femoşe. Güzel olmuyor. Danoşe. Donoşe. Caloşe. Şotoşe. Gözoşe. O 15 Mart'ı Hadi ben. yok. Bu da camoşe. Tumoşe. Gözler kartı da çuvaşe. Bu da çoynayı da çıkarım. Yok hamı çıkarım benim de. Hamı çıkarım. Değil şarkı. Soyun ben canım. Lütfelim bana canım. Tumoşe. Ben makyajımı eləyim aşkım. Saçımı düzləşdirim. Əynimi geyinim, çıxay. Məryəmlə Əsnadın bir dənə baxışına baxın da, qurban o şokdadılar, hələ oyana bilmirlər arkadaş. Alem buluyor. Haydi. Makyaj çantamı hara qoymuşam aşkım? Sumkaya qoymadım ki, çıxanda axırıncı dəfə makyaj eləyim. Sonra makyaj silən gərək aparım, orada özümdən Bu da saç spreyimi götürürsen, açım ameliyat ediyorsan çevirdin, neydi orada, neydi, vaziyet ne zaten, öyle bir de Tamam. soruş. Makyaj sumka. Gözlük makyaj sumkamı görən var. Makyaj sumkası ne bunun? Nadir yüz fasyonlar makyajlar var. Qaşlarımı düzəldirdim. Evet. Gözlük tapım. Zeydin sumkası yalan olub və bağlanmır sumkam. Sığışdıra bilmirəm əşyalarımı. Əsnadla ağladıq arkadaşlar, duyğusallaşdıq. Mən Allahın olsun oraya gedə-gedə fikirləşəm, oradan sizə nə sürpriz eləyim. Mən burada olmuyorum. Allahın olsun. Uzun öldürmeyin. Onu zəncə sırtın sürprizler Zeynep'in sürprizi de. Zeynep özün sürpriz. Yox da mən burada olmayanda sizin başınıza 2000 qatmalım. manatlıq sürpriz geldi. Şakobumu bağlaya bilməyəm. Kömək elə.
Arkadaşlar bu arada necə oldum? Ay Allah, heç elə bir saçımı düzləşdirməmişəm. Heç əlaqəsi yox. Saçımı biraz düzləşdirdim. Qulağımın dibinə elədim, təzədən qayıtdı, amma düzəlib, yox düzəlib. Çox abartmadan hafif biraz makyaj elədim. Məncə yaxşıyam. Bundan çox abartmayım, lağ eləyərlər mənə. Bağladım mı? Makyaj silənimə kimi götürmüşəm. Rabia xeyr olayı. Bizim 4 illik, 3 illik hörmətimizi gəlib bir günə bir nəfər alıb əlimizdən. Paltarını ütülüysən, sumkasını daşıysan. Qudurasan xan kişi, qudurasan. Gəlin. Balon balığına hoş geldin. Nə balığına? Balon balığına. Balon balığına mı? Getdik. Ya. Evet arkadaşlar, lifte giriyoruz. 1-2 gün bu lifte görmeyəsiniz. 1-2 gün yox, oradan sonra da Astaraya qaydırıq çıxan kimi. Çıxan kimi Astaraya kayıtıyoruz. Gəlin. Ya Allah. Aşkım, səhərə qədər yuxu görmüşəm, amma bilmirəm nə yuxu görmüşəm. Onu bilirəm, çox həyecanlanmağa başladım yenə. Gecə bir Lift ara... səni pis edir. Gəlsən plakandan düşər. Hə, 18 mərtəbə. Heç xəstəxanaya getmək ehtiyac yox da. Zeyd gəlir, biz də qalxırıq yuxarı. Yo, 17. Ayda, gecə çox qorxurdum hə. Ağladım biraz. Bir dəfərim mən belədim. Ağladım. Sonra çox güclü bir ürəklənmə gəldi mənə. İndi yenə o həyəcan gəldi. Hansı həyəcan? O qorxu. Aşkım həyəcanlanma. Bax, Ömür boyu iynə belə vurduranda şivən salan adam özü orada Analar- qışqırıb və bağıra analıq bilməyəcəm, hissi nədir? biabır olmayım Yox, deyə. analıq hissi nədir? Bax, odur da, ömür boyu ağlanmayan ana. Ana. Ve ömür boyu. Hə, uşaq doğulanda Buradır, hə, ağlayan- çıxın. El işi. Uşaq doğulanda ağlayan ana. Çıxdıq yola arkadaşlar. Gidiyoruz. Bindik, Hava ayağım- yağışlıdır, buna baxın. Arkadaşlar bir şey deyim, nəyin fərqinə vardı? Mənim mamam düzdür, əməliyyatla məni dünyaya gətirməyib, amma o da 14'ü girib 16'sı çıxıb xəstəxanadan və həmişə deyinir buna görə. Həmişə deyir ki, mən çox gec doğulmuşam, özdə güclü oksigensiz doğulmuşam, gömgöymüşəm çıxanda. Yəni normalda insanlar bir günə doğulub çıxır, mən 2 gün yarım orada mamama zülüm Maması çəkdirmişəm. qarnında strok yaşayıb. Hə. 2 gün 14'ü mənə mamam çəməsi girib 16'sı çıxıb, mən də 14'ü girirəm, 16'sı çıxacam. Ay, aşkım. Zeyd almadığı adrenalin dozasını deyəsən indi alacaq. Allah'ım olsun, bir dənə pəncərə açım, nəfəs al. Vallahi. Heyecanlanan qronan olsun. Aşkım. O da heyecanlanan kim kamera açıram ki danışım başım. Dən sən soxuyum ürəyin atısı. Hava kara bulutlu yenə yağmıyor. Çox ürək açıcı başladım. Hava kara bulutlu yenə yağmıyor. Göydə yıldız. Hə. Gözə necə idi mahnı? Hava kara bulutlu yenə yağmur yağıyor. Sanki yıraqsı gibi gözlerime bakıyor. Of of of. İçime akan dertler altında seni geçsin. İçime akan dertler altında seni geçsin. İçimdeki bu hayli yok alsın burada bitsin. İçimde bir hayli yok alsın burada bitsin. Of of. Aşkım. Ah! Ay. Ah! Ne oldu? Qaldı piyada keçidin ortasında. Neyse, çata xəstəxanaya açacağım arkadaşlar kameranı. Az qalmışdı. Sən bacaracaqdın. Yuxum gəlir, susuzam, acam və çox həyecanlıyam. Aşkım, mən səndirəm. Uşaqla rəng oldum. Sarı yəqin Yox. ki. Gəl, mən Zeliyə uşaq. Əsmər olacaq. Gəl, şot atay. Uşaq necə əsmər ola bilər? Mən İkiniz də sarı uçam. tutsun ki. Gəl mən atay. Uşaq nə rəngdə olacaq? Uşağın gözü nə rəngdə olacaq? Gəlin. Hə. Və kim oxşayacaq? Məncə 3 dənə. Hamı öz ideyasını desin. Hə, Denən. birinci. Məncə qara olacaq elə uşağın gözü. Uşağın gözü Rəngli qara olmayacaq. Gözü qara, saçı. Saçı da qara olardı, gözü qara olar. Soram, əsil səncə? Yaşıl göz, saçı. Amma sarışın ola bilər, saçı sarı Saçı qara. oxşayacaq. Məryəm sən. Yaşıyorum ben. Hem kara hem sarı. Ya necə? odan 100 manat götürür. Sən dinən. Yaxşı Gözləri qara, fikirləş. saçı sarı kimi.
Fikrin dəyişdi Nadirə. Birinci deyilən qəbul olunur. Ya özü demirsən. Dinən Məryəm. Rabia dinən səncə Bence sarışın olur. gözləri? Gözlerinin rengi olmayacak, hamyan olacak bence. Sən dinən. Gözlerin Sarışın. Həddin nəsə deyirdin sən? Gözlerin rengi senin gözünün renginde olacak. Hə. Sen şu atan için inanmıram. Atan gözü bize okşamayıpsa üçümüz de dolmuş hiçbirimiz göz Hə, göz pigmentini bölüşmür niyəsə dədövüz heç kime kəs. vermək istəmir. Gözü məncə sənin gözün rəngində olacaq. Elə sənin saçın kim olacaq elə rəngində. Aslana da verməmişdim. Aslanı da götürə bilməmişik gözünü. Yo, biraz götürmüşdü məncə. Yo, doğulanda bütün uşaqların gözünün rəngi açıq olur. Sonra Doğrudan. 40-ına kimi. Sən dinən iddiavı. Amma mənim iddiam odur ki, uşağın gözləri yamyaşıl olacaq. Hə. Tam açıq yaşıl. Sap sarı olacaq özü də, sarışın olacaq. Hə. Sonra nə idi, obusu nə idi? Ne kapkara ola. Nadir sən də uşağın olacaq ha. Zorbalayıram o Bizim ərəfələrdə sizi. nəslimizdə heç olmayıb qapqara. Məncə, arkadaşlar, mən dünənə qədər elə bilirdim ki, Əsnad kimi, Məryəm kimi, Rabia kimi qara saç, belə buğday tenli uşaq olacaq. Sonra Şəhriyar deyəndə danq elədi ki, bunun da uşaqlığı sapsarı olub. Mənim də uşaqlığım sapsarı olub. Mamam deyir, qarğıdalı saçağı rəngdə idi saçların. Yəni, inanmıram ki, bizim saç rəngimizdən şaşsın. Sarı saç olar yəqin ki, gözləri də xamilyon olar. Tam yaşıl inanmıram. Amma xamilyon olar yəqin ki. Mənim gözüm rəngdə. Mənim gözüm bal rəngi ilə yaşıl kariçnevi 3 rəng arasında dəyişir. Elə da yəni. İndi bir 40 gündən sonra dəqiq bilinəcək kimin iddiaları tutub. Saçını doğulan kimi deyəcəm. Gözlərini amma bir 40 gün gözləmək lazımdır. Tam yaşıldırsa, elə doğulan kimi tam yaşıldırsa, yaşıl göstərirsə, demək elə yaşıldır. Həqiqətən. Amma hə, göy Yo, uşaq var qara göstərir. Yo, göy bulanıqdırsa, göy bulanıq. Aslanda göy bulanıq idi elə bil. Hə, o ucu dəyişəcək. Görək də, Geminidən də soruşaram. Mənim uşağım tam nə uşaq olacaq? O TikTok videolar çəkirləri. Annemin yapay zekadan mamamın kaç gram olduğunu öğrenmesini bekliyorum. Uşaq gözləyəcək, mən yazacağım. Uşağın pampersini necə dəyişir? Ben biliyorum şu an. Sən bilirsən, sən yanma gəl nə qədər oradan. Rabia ən çox xoşladığı şey uşaq pampesini dəyişmədir. Yəni həmişə deyərdi ata, mənim nədir qızım? Ata görəsən nə vaxtsa uşaq olar, mən onun pampesini dəyişərəm. Deyim, mən balım, niyə olmuş uşaqdır? Ata gör, neyini, insan elə dedim mənə, ürəyimdə gəzir. Yata bilmirdim, yemək yeyə bilmirdim. Mən haçan şərait yaradaram Aşkım, ki, sən uşaqdakı hörmətə bax ki, bizim birdən ikiyə paltarımızı ütüləməyən Rabia söz deyir, biz ütü çox istifadə eləmirik, amma Zeydin paltarlarını ütülədi, sumkasını hər fürsətdə daşıyır. Nə bilim, gəlir gedir soruşur ki, öpəcəm, pampersini dəyişəcəm, neyəcəm, uca qısqanmağa başlayıram. Həqiqətən qısqanmağa. Bir də mənim aramı Rabia sizi qısqanmaq üstə Zeydlə dəydirməmisiz, ondan da dəydirəsiz bu gedişlə. Bunlar birinə yaxınçılıq eləyəndə mən çox qısqanıram arkadaşlar. İnşallah ki, Zeydi qısqanmaram. İnşallah, görək də. Nəysə, gidiyoruz. 6 dəqiqə başımızı qatdıq yolda. Danışa. Arkadaşlar gəldik, çatdıq xəstəxanaya. Zeydin zırt dediyi yerə. Gözlüyün həkimimə xəbər verin. Hə. Ağlama gülə. Rabia yine gülme krizine girdi arkadaşlar. Düşüme akıttı. Ağlama aşkım. Ağlama. Canım Seyit sıkıntı Gittim ben. Sağ ol aşkım. Allah buna bakıp bilen ne olur. Gəlirəm. 2 günə buradayım. Yaxşı. Sağ ol Nadir. Arkadaşlar geldik otağa.
Bir dənə ağlaşma oldu, dəhşət yəni. İndi əməliyyat xalatını geyindim. Hal-hazırda öz otağımdayım. Buranı turlayacağıq, amma çıxandan sonra. Çünki əməliyyata gecikmişəm. Yəni bir dənə əməliyyata gecikməmişdim bu günə kimi. Onu da bacardım. Burada çox gözəl bir xanım mənim yanıma düşdü. Belə deyim, mənə baxmağa, kömək eləməyə. Həqiqətən çox mehribandır. Ürəyimi rahatlaşdırır. Bayaqdan ki, ağlama, birazdan görəcəksən hamısını. Nəysə, gedirik, hazırsınız. Çıxırıq da, hə? Hələ yox, hə, onda oturum. Baxın ora iyi, rahat olun. Yaptırıyor böyle. Böyle haber yok. Hoş bulduk bebeşimiz. Ofele beben geldi. Ofeleciğim. Yaptırıyor böyle. Böyle haber yok. Hoş bulduk bebeşimiz. Başıma oyna. Uşaqlar, mən biraz da yatışdıraydınızda nə olardı ki, elə bil tez durğuzum sizi. Arkadaşlar, valla mənlik döyülmüş. Psixologiyam qaldırmadı oyaq qalmağı əməliyyatda. Özümü öldürdüm ki, məni yatışdırın, mən durmaq istəmirəm, oyaq qalmaq istəmirəm. Bəbəşimi də görə bilmədim. Biz gördüğün narahat oldu. Nə vaxt Ben her görəcəm? şeyi danışacağım. Nə vaxt görərəm? Göreceğiz sizi. İndi Narahat gedəcək olmayın. o tarafa. Şapka senin yanında olacak. Bir sağda Heç çıxışını görə bilmədim. Direkt gider. Amma ki, yəni inanın ki, o Geçek kişi ölçek bir balamız var. 3 kilo 200. Her şey güzel. 3 kilo 200. Tertemiz. Gece balaşladı. O anı görmək üçün, yəni bu qədər dartışdırılmağı gözə ala bilməyəcəkdim. Çünki hər şey fərqində olursan, valla oyaq qalanlara halal olsun. Mənlik döyülmüş. her şey kayacaksın. Narahat olmayın. Her şey yaxşı. Yok. Ağrı hiss eləmirəm. Senin özünün qorxaqlığındır. Prosta ağrı yox Həyəcan, idi ya. Prosta həyəcan. hiss eləyirdim ki, məni kəsmişdilər. Yani sen heyecandaydın Kimsə ona dartırdı. göre. Heyecanlandın ona göre. Sen başta mənə tapşırmışdın. Dünən axşamlar o biri mənə tapşırdı ki, Lara xanım siz mənə fikir vermeyin. Məndə belə bir şeyler olacak demişdi. Onu mən bilirdim. Narahat olun, Ona hər görə şey də mən hazırlıklıydım. Yəni uşaqlar çıxdım. Yatmışammış, kameraya danışmamışam, danışmışam yoxsa o da yadımdan çıxdı. Məni keydən həkim var ha. Bir də mənim üzümü ömür billah görmək istəməz. Allahım olsun. Çox yaxşı həkim idi. Amma onu mən dəli elədim də. Olan şeyler, tamam. İndi özüm durmalıyam yoxsa? Mənə aparırlar otağa, otaqda görüşərik, gedirəm yemək acam. Növbəti gündən hər birinizi salamlayıram. Deməli qızlar, dünən əməliyyatdan çıxdım. İndi hələ heç bir kadra baxmamışam. Montajlayanda baxacağam. Əməliyyatda həkimlərin başına oyun açmışam. Dünən çıxandan sonra tir-tir titrədiyim üçün və yəni bədənimin bütün gücünü itirmişdim deyə heç bir şey çəkə bilməmişəm sizin üçün. Ancaq dünən sırf sağalmağa vaxt ayırmışam. Necə keçdiyini də danışacağam. Səhər tezdən oyadıblar. Zavtrak gəlib səhər yeməyini sizə göstərmək istədim. Onu bugün biraz daha toparlanma günü olacaq. Baxaq görək səhər yeməyində nələr gətiriblər xəstəxanada. Heç qalmamışam bugünə kimi. İlk xəstəxanada qalışımdı və ilk xəstəxanada səhər yeməyi yeməyimdir. Bu arada Zeydi də görmüşəm. İbnəli eləyəcəm, sizə göstərməyəcəm, amma görmüşəm. Yəni hətta dünən o qədər medsestraları bezdirmişdim ki, gətir apar, gətir apar, gətir apar. Amma sağ olsunlar
Demək olar ki, hamısı ailəmizin bir üzvü kimi, kanalımızın bir izləyicisi kimi heç bir sözümü yerə salmadılar. Salam, necəsiz? Xoş gəlmisiniz. Deməli, arkadaşlar, peynir var burada, sonra şokolad yağı ilə belə yağ var. O süd açdı, hə? Süd də açdı, bir də çörəkdir arkadaşlar. Qəşəng kahvaltımı eləyim, enerjimi yığım. Dünəndən bu yana xəstəxana paltarındayıq. Bugün ola bilsin ki, cicili-bicili pijamalara keçdim. Biraz tipimi düzəltməm lazım. Çocukum mən belə görəcək, deyəcək, Allah, niyə mən belə çirkin mama düşdü? Yemək yiyib geliyorum. Qızlar, getdim, əynimi dəyişdim. Xəstəxana xalatını çıxardıb qoymuşam ora. Deməli, videonu montajlayıram da, əməliyyat videosunu montajlayıram. Biabırçılıq arkadaşlar. Rezil olduq baba. O nədir? Nə qatıqlamışam. Deməli, uşaqlar məni yatışdırdılar əməliyyatın ortasında. Söhbət necə oldu? Bu arada Zeyd yanımdadır, baxın. Buradadır, amma tam göstərməyəcəm bir müddət. Elə izləyicilərimin özü tapşırdı ki, ən azından heç olmasa 40'ı çıxana qədər dedilər göstərmə. O da bir müddət böyle qıraqdan. Deməli arkadaşlar, bilirsiniz də normalda beldən keydirlər, o şəkildə əməliyyat eləyirlər. İstəsən də narkoz verirlər. Mən dirəşdim ki, mən beldən oyaq olacağım, uşağımın çıxışını görəcəm, ondan ilk buluşma anımı görəcəm falan fistan. Tökülmüşdü elə. Göyə baxdım, yansımadan qarnımı gördüm arkadaşlar. Məni bir dənə panik atak tutdu. Dedim, məni təcili şəkildə dedim, yatızdırın. Orada başlamışam panik atak keçirtməyə. Anesteziologu, yəni o iynəni vuranı, keydəni dəli eləmişəm, həkimi dəli eləmişəm. Bilmədən damar yolu açmışdılar bu hissədə, onu çıxartmışam. Konsert vermişəm də, vəbşim, uzun sözün qısası. Oyanandan sonraki videolarıma baxıram. Məni qıraqdan çəkiblər, danışmışam, mənim bir hızlı yatızdıraydınız da. O danışdığımı unutmuşam. Bir də özüm kameranı açıb, əməliyyat stolundaca bloger olmaq yox, YouTuber olmaq, vloger olmaq bunu gerektirir. Əməliyyat stolundan qalxmamış kameranı götürmüşəm əlimə. Bayaq danışdığımı unudub, bir də sizə məlumat vermişəm arkadaşlar. Pardon anneciğim. Hə. Vəbşim, konsert vermişəm. Dünən otağa gələndə əməliyyatdan çıxdığım üçün bədənim falan çox titrəyirdi. Heç 10 atıb 1000 tuturdum ki, Zeydi yanımda saxlayacağam ilk gündən. Heç də öyle olmadı. O qədər əsirdi ki bədənim. Qətiyyən heç uşağı tuta bilmirdim qucağımda. Dünənimin bütün günüm toparlanmağa gedib demək olar ki. Amma ki, gözlədiyim qədər qorxulu deyilmiş. Mən daha qorxulu bir şey gözləyirdim. Bu arada hamiş olan, 2 canlı olan, ilk dəfə mənim kimi uşaq gözləyib əməliyyata girəcək olan xanımlara deyirəm. Qəti sürətdə beldən vurulan iynə incitmir. Qətiyyən qorxmayasınız. Hətta o evdə, misal üçün qızdırmavız qalxanda iynə falan vurursa, o daha çox incidir məncə. Və şeydir, bir də həmişə qarın basmaya görə xanımlar qorxur, ona görə də qorxmayasınız, o da incitmir. Yəni gözlədiyim qədər qorxulu deyildi. Sadəcə yaram ağrıyırdı dünən, dəhşətli dərəcədə. O da öz günahımdı. Ağrı kəsici istəmirəm, didim. Bütün bədənimin keyi açıldı. Axırda da yalvardım ki, mənə ağrı kəsici vurun, dözə bilmirəm. Vaxtında vursaydım, əslində o ağrını da çəkməyəcəkdim. Nəysə, şimdi otağı turlamağa hazırsınız. Gəlin baxaq görək mənim qaldığım otaqda nələr var. Bir ədəd bebek var burada arkadaşlar. Bəliyiblər bebeki. Çox şivəndi, yaman şivəndi. Bu mənim yatağımdır arkadaşlar. Heç xəstəxanaya düşməmiş mənim kimi insanlar üçün göstərirəm. Bu yatağın belə qalxmaq,
Daha sonra düşmək özəlliyi falan var. O biri knopkalara basmıram, uçaram göyə. Belə bir pult var. Sonra yanınızda belə bir düymə olur. İstədiyiniz vaxt hemşirələr çağıra bilirsiniz. Bir də yanınızda belə bir düymə olur. İstədiyiniz vaxt çocuğunuzu çağıra bilirsiniz ki, çocuğumu gətirin. Bu hissədə adapterdir. Sistem qoşmaq üçün, işıq yandırıb söndürmək üçün şeylər var. Adapterli otaqda 2 nəfər qalırıq arkadaşlar. O xanım indi yoxdur otağın içində. Adapterli tərəfi mən götürmüşəm. Yəni ən böyük şansım ola bilər buradakı. Daha sonra burada da işte belə bir stol var. Bunu qabağınıza çəkib bu hissəyə belə çəkib yeməyinizi rahat yeyə bilirsiniz. Çay içirəm. Nə də olsa yemək içməyimdən qalmamışam. Fikir verirsiniz arkadaşlar. Yəni polnu yemək içməkdəyim. Daha sonra bu hissədə burada digər kravatdır. Bu hissədə sumkalarımızı qoyduğumuz şkafdır, televizordur, divandır, jurnalli masadır. Burada da mutfak, mini bir mutfakdır arkadaşlar. O aparatla da təzyiqimizi ölçürlər. İndi makyaj çantamı ortaya çıxarma zamanı. Dünən əməliyyatdan qalan makyajı hələ silməmişəm. Makyaj qalmayıb, o qədər ulamışam ki arkadaşlar. Bir dənə tuş qalıb biraz kipriyimdə. Onu siləcəm, əl-üzümü yuyacam, saçımı darayacam, qəşəngləşib gələcəm. Siz olmayanda da pek bir şey eləməmişəm arkadaşlar. Axşama yaxın məni qaldırdılar gəzmək üçün. Dünən əməliyyatdan çıxmışam, yapışmışam ki, mənim ürəyim sıxılır, ayağa durmalıyam, mən uzana bilmirəm. Yəni zaten hamiləlik boyu gördünüz də, uzana bilmirdim. Yapışmışdım ki, uzana bilmirəm, nə olar durum. Dedilər ki, sənin ayağa qalxma saatın saat 8-ə işləmiş 15 dəqiqədir. 8-ə işləmiş 15 dəqiqəyə kimi beli üstə uzanmışam arkadaşlar. O qədər sıxılırdım ki, yəni insanın canı da ağrıyanda telefona falan baxa bilmir, axı heç nə eləyə bilmirsən. Çox ürəyim sıxılırdı. Ayağa duranda elə sevinirdim, elə sevinirdim. Bugün də oyanan kimi, zavtruk eləyən kimi ilk işim gedib pejamalarımı dəyişmək oldu ki, biraz moralim açılsın. İndi də özümə əl gəzdirəcəm, lap qəşəng olacam. Qızlar, deməli, günorta yeməyi gəldi. Mən 2 saat ayağa durana, bütün nəslim kökümdən görüntülü danışana, nə bilim, midillənənə kimi yemək gəldi. Yenə makyajımla saçım qaldı arkadaşlar. İndi sizə buranın günorta yeməyini göstərəcəm. Baxaq gerək xəstəxanalarda günorta nə yeyirlər annelər. Deməli, pomidor, xiyar. Buradakı deyəsən düyü ya da vermeşli supudur. Daha sonra püre, yanında kotlet, çörək, çəngə bıçaq, bir də burada suyumuz var. Dadına baxaq görək necədir yeməklər. Yeməklərin ağzını açdım, gəldim. Mikrofonu saçımdan asmağım şaka mı? Bu nə supudur çözə bilmədim arkadaşlar. İçində belə makarona oxşayan bir şeylər var, amma makarona da oxşamır. Yox, makaronuymuş. İlk dəfədir həyatımda bu tipdə makaron görürəm. Supun dadı bu arada qəşəngdir. Bir dənə də baxım. Evet, qəşəngdir. İçində kök falan var, kartoşka var, sonra göyərti var, bulyon var, biber var. Yəni bir insanın sağalması üçün faydalı şeylər var. Quru yeməyin də dadına baxım, puanlayayım. Ondan sonra mən gedirəm yeməyə arkadaşlar. Püre. Qəşəngdir dadı. Bir də kotlet. Daha rahat yeyə bilirəm. Ayağımı göyə qaldırmaq lazım olmur. Kotlet də qəşəngdir. Mən getdim nuş eləməyə. Xəstəxana yeməkləri ümumiyyətlə xoşuma gəldi. Deməli qızlar, yemək yeyəndən sonra bizə uşağa buradan çıxandan sonra baxmaq üçün köp dərmanı, nə bilim, işte nə damcıdır, vitamindir, nələr lazımdır, hara yoxlanışa aparmaq lazımdır, nə etmək lazımdır. Onları məlumat verən kağız gətirdilər. Bir də uşaqlara baxan uşaq həkimi bütün mamaları yığdı bir araya, iclas keçirdi. İndi qayıtmışam otağa. Gəlin sizə buranı göstərim. Bura bizim otağın VC-sidir arkadaşlar. Diş fırçamla pastamı gətirmişəm. İndi dişlərimi fırçalayacağım.
Makyajımı eləyəcəm. Bir dənə şəkil var. Buradakı xanımlardan xahiş etmişəm ki, mən kömək eləsinlər Instagrama post atmaq üçün o şəkli çəkim. İndi o şəkli sizə göstərəcəm bir saniyə. Telefonumdadır. Bura gəlməmişdən qabaq saxranit eləmişdim. Yaddaşda saxlamışdım ki, mütləq xəstəxanada bu şəkli çəkdirəcəm. Prosta o şəkildəki qızın tipi o qədər qəşəngdir ki, bizim elə görünməmiz üçün bayağı bir hazırlanmamız lazım. Baxın. Bir saniyə. Baxın, bu şəkli çəkdirmək üçün hazırlaşacağıq arkadaşlar. Açqı da gətirmişəm. Gedim dişlərimi fırçalayım, makyaj eləyim, başlayaq. Burada vaxt getmir uşaqlar. Yəni məcbur belə şeylərdən başımı qatmaq məcburiyyətindəyəm. Deməli arkadaşlar, mən sizdən yadınızdadırsa soruşmuşdum ki, xəstəxanadan çıxan günü makyaj eləməyə halım olacaqmı, olmayacaqmı? Siz demişdiniz ki, makyaj eləməyə də halın olacaq, saç nə bilim fənləməyə də halın olacaq. Biri yazmışdı, hətta mən kömək elədi, hemşirələr çimdim elədim. Biraz çimmək, biraz ürək cəsarət istəyir, amma adamın makyaj eləməyə falan halı yox. Məcburiyyəti olur, çünki vaxt həqiqətən keçmir bildiyiniz. Bax, səhərdən durmuşam, 2 dəfə yemək yemişəm, həkim danışıb, Zeydlə uğraşmışam, nə bilim, video montajlamışam. Hələ saat 3-dür, 4-də işləyib 8 dəqiqə, yəni vaxt getmir. Ona görə makyaja başlayıram, dodaqlarımı nəmləndirəcəm. Arkadaşlar, Zeydi gətirdilər, ona görə kameranı söndürdüm. Dodaqlarımı nəmləndirməkdən başlayıram, çünki əməliyyatdan sonra bilmirəm nəyə görədir, dəhşətli dərəcədə quruyub dodaqlarım. Ondan sonra keçirik makyaja. Biraz küncündən, bucağından da sizə Zeydi göstərərəm indi. Üzümə biraz baza vururam. Çünki hafif tonallə vuracam. Bu makyajı eləmə, axşam silməyə var. 1 qram axotum olmayacaq. Səhər yenə məni bu makyajla görəcəksiniz eləcə. Arkadaşlar, şimdi tonalniyə keçirəm. Mən mikrofonu siz məni eşidəsiz deyə taxdığım yerlərin ekskluzivliyini görürsünüz. Yəni burada insan zaman keçsin deyə bir hayli kreativ olur. Arkadaşlar, saçım, makyajım nasıl olmuş yorumlarda yazın. Saçım da bitdi, makyajım da bitdi. O sırada öyrəndim ki, Şəhriyarla uşaqlar çıxıblar yola, bura doğru gəlirlər. Yığdılar, soruşdular ki, marketdən nə istəyirsən? Valla mənə bu sualı vermək olar. Mən də hər şey istədim. Zarafat edirəm. Yoğurt dedim gələndə alın, bir də sok dedim gələndə alın. Bu ikisini niyəsə ürəyim çox çəkir. İndi hazır saç makyajım da üstünə düşdü. Gələndə məni qəşəng görərlər. Arkadaşlar, Zeyd də buradadır, uyuyor şu an. Sizə bir dənə söz deyim. Tam olaraq bilirsiniz nəyə oxşuyur. Düşünün ki, burnu ilə ağzı mənimdir, qaşı ilə gözü Şəhriyarındır, ya da ki tərsinə. Gözləyin. Bax, Şəhriyarın bu şəklini görürsünüz arkadaşlar. Bunun saçı az, bir də saqqalı olmayan, bir də belə mış-mış baxmayan variantı. Bu masum baxır, buradakı mışdır. Bu arada şeydir, adı nədir? Mən indi gedirəm bilirsiniz hara, Şəhriyargil gələnə kimi. Ondan sonra da şəkili çəkdirəcəm. Gedirəm çəkimi ölçməyə arkadaşlar. Burada tərəzi var imiş. Əməliyyata girməmişdən qabaq 62 kilo 800 qram idim. Bayaq həkimim də gəldi, dedi sən əməlli başlı cıqqılı-mıqqılı bir şey olmusan. Hətta və hətta hemşirələr də gəlib deyir ki, sən köküydün axı kamerada. Hələ biz deyir də indi bu iki canlıdır, gələr nə boyda olar. Səni tanımadım. Gedək görək neçə kiloya düşmüşəm. Bir yerdə baxaq. Koridordayam arkadaşlar hal-hazırda. Ölçülməyə gedirəm, görək neçə kilo olmuşuq. Vay, dünən bu otaqda ağlaşmaydı. Şəhriyar, mən, uşaqlar ağlayırdıq. İndi az qalıb sabah çıxıram. Tərəzi buradadır arkadaşlar. Çıxaq görək neçə kiloyam. Ay Allah. Ya Allah. Heç mamamın dediyi kimi 10 kilo falan atmadım. Neçədir bu? 50, elə mən dediyim çıxdı uşaqlar.
55 ayda başım çıxmır bundan. 56, 57, 55, 56, 57, 58, 59 kilo. 59 kilo olmuşam. İndi kameranın adı çıxsaq, əlimdə kamera falan var, 58 kilo deyək biz ona. Yenə də yox nəhlət, bu da yaxşıdır. Deməli qızlar, İçəridə adam var, bir saniyə. YouTuber olmağın bir yaxşı tərəflərindən birində deyim sizə. Buradakı 99 deməyək, 90%, 80% hemşirələr və xəstələr məni tanıyırlar. Gah bir dənə mənim kimi yeni ana olan xanım gəldi ki, o biri uşağım sizə baxır. Sonra bir dənə əməliyyatxanadan təsəvvür eləyin, qadını uşaq bura zorla göndərib ki, get gör ofuşun halı yaxşıdır yoxsa yox. Xanım gəldi, sağ olsun, maraqlandı, şeylədi. Yəni hamı gəlir, maraqlanır. Heç özümü yad yerdə hiss eləmirəm. Elə bilirəm ki, elə öz izləyicilərimin içindəyim. Elə həqiqətən də elədir arkadaşlar. İndi gedirəm Instagram üçün post şəklini çəkdirməyə. Paylaşacağım Instagramda. Çox xahiş eləyirəm artıq dərəcədə. Görsəz like atın. Ophelia Aliyeva yazanda zaten birinci mənim səhifəm gəlir. Uşaqlar, mənim çocuğuma baxan qızlar da mənim izləyicim imiş. Gəldilər, şəkil çəkdirdilər. Dünəndən yanıma gəlirsiniz, gedirsiniz. Niyə məni tanıdığınızı bəlli eləmirsiniz ki, başa düşmədim. Sən demə izləyirlərmiş məni. İndi birazdan Zeydə onlara verdim. Şəhriyarla uşaqlar gəlib. İndi birazdan gətirəndə uşaqlara o qızları da göstərəcəm sizə. Belə eləyirik. Qəbulu mən eləmişəm ha. Çocuğu mən qəbul eləmişəm deyir. Videoda düşsün deyirəm mütləq. İndi gətirəndə onları da çəkəcəm. Çox şirin qızlardılar. İndi gedirik öz çocuklarımdan kocamı görməyə. Görün mən içinə gətiriblər. Aslında dünən çox güclü ağlayıb evdə arkadaşlar. Ən çox da onun üçün darıxmışam. Çünki ən həssas qızım odur da mən bilirsiniz. Mənə oxşayıb, duyğusaldır. O da sulu gözdür, mən də sulu gözəm. Çox darıxmışam. Üçü üçün də çox darıxmışam. Prosta əsə ən balacasıdır deyə ona daha çox belə şey oluram. Necə deyim, duyğulanıram. İndi gedək görək, qucaqlaşaq. Onsuz saatlar qalıb, sabah kavuşuyoruz. Arkadaşlar, həkimim gəldi məni götürməyə. Kaçıyoruz. Firar. Firar. Ay! Qapı arasında qalırdım. Firar zamanı. Ay Allah! Gəldilər. Gəl. Aşkım. Oh. Aç gel. Şəkil çəkdirirdim ona görə. Gəlin də. Zeyd otaqda, qızların yanında. Oh. 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 Firar elədim arkadaşlar. Medsestralar gəliblər məni qaçırtmağa. Oy, sənə dəymədi. Gedirəm. Arkadaşlar, bir dənə meyvə suyu, 3 dənə də yoğurtumuz oldu. Arkadaşlar, çocuğumu çağırım. Eşitdiniz səsi. Bilmirəm mikrofondan gəldi yoxsa yox. Koridorda açıq ilə gəzirəm. Hamı mənə qəribə baxırdı arkadaşlar. Deyirəm, bilinir ki, YouTuberəm. Bebişimi gətirə bilərsiniz. Qolumdakı göyərtilər tez keçsin deyə belə sarğı falan elədilər arkadaşlar. Çocuğumu da gətirirlər. Day uje uzanıram, çox o yana bu yana getdim, gəldim, makyaj elədim, nə bilim, nə elədim. Bebişimi gətirdilər. Bəli. Qızlar, sizin adınız nə idi? Telli. Telli, sizin necə? Minirə. Minirə, nə maraqlı adınız var. İkisi də sağ olsunlar, Zeydə çox yaxşı baxırlar. Həqiqətən çox sağ. Sizin düşməyiniz problem deyil. Onda göstərim sizə qızları. Baxın, buradadılar. 2 dənə minnoş qız baxır arkadaşlar Zeydə. Çox sağ olun. Yox, qalsın hələlik 5-də. Çox sağ olun. Baxın, bu 2 gözəl xanım. Lalə xanım, İlhamə xanım, düzdür. Mənə çox yaxşı baxdılar bu 2 gün ərzində. Haqqınızı halal eləyin, çox sağ olun. Həqiqətən sabah gedirəm, istədim sizlə də halallaşım. Sabah mən bəziyyəsiz elə amma çıxacam. Çox sağ olun hər şeyə görə. Allah razı olsun. Həqiqətən
Çox yaxşı. Nə vaxt çağırdım, həmişə vaxtında gəldilər. Hər cür köməklik göstərdilər. Özü də çox gülərüz, çox mehriban, can, ürəyim, narahat olma, ağrım varsa dinən, nə istənsə dinən. Həqiqətən buradan ikisinə də təşəkkürümü bildirirəm. Çox sağ olun. Mən getdim biraz dincəlməyə, biraz Zeydlə ilgilənməyə, Instagrama post atmağa. Videonu burada sonlandırıram. Videomuzu bəyəndinizsə kanalımıza abunə olub like atıb yorum yazmayı unutmayın. İnşallah gələcək videolarda da biraz keçsin üstündən Zeydin üzünü də göstərəcəm sizə. Onu deyim ki, sifətinə baxanda heç oğlan olduğu bilinmir arkadaşlar. Hətta arada çaşdırıb deyirlər qızdı, deyirəm yox oğlandı. Oy, getdim mən. Sağ olun.